Salam hörmətli izləyicilər. Bu gün sizə 26 oktyabr OTK blok sınağından ilk 10 sualı, Azərbaycan dilinə aid olan ilk 10 sual izah etmək istəyirəm. Maraqlı sualdır. Sona kimi baxın. 10-10 izah etmək istəyirəm ki, çox uzun olmasın, yorucu olmasın. Qeyd edim ki, bu sualları biz Telegram kanalımızda da paylaşmışıq. Linki yerləşdirəcəm. Telegram kanalımıza daxil olaraq həmin sualları bir daha işləyib özünüzü sınaya bilərsiniz. 1. Dəvətnamə sözündəki saitlər əsasında Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Dəvətnamə sözünün biz tələffüzünə baxsaq, biz görürük ki, burada fonetikaya aiddir. Dəvətnamə sözünün yazılışı və deyişi fərqlənmir. Sadəcə buradakı birinci uzanır uşaqlar, bir də A saiti uzanır. Bu iki fərqi var, amma yazılış və deyişi fərqlənmir. Sadəcə iki dənə uzanan sait var. İndi bizdən soruşulur birinci sait. Birinci sait həmin yazdığımız birinci ədir və üçüncü sait də bu uzanan A saitidir. Bu ikisi arasında fərqlər və oxşar cəhəti tapmalıyıq. Açıq saitdir. Açıq saitdir, doğrudur. Amma eyni zamanda ikinci xanaya baxmalıyıq. A da açıq saitdir. Ona görə biri götürə bilmərik. Bizdən uyğun fikirlər soruşursa, biri götürə bilmərik. Çünki bir harda olmalıydı uşaqlar? Ortada olmalıydı. 2. İnci dodaqlanmayan saitdir. Bu inci sözü doğrudur. Hələ ki bunu saxlayaq. Ortada baxıq indi oxşar cəhətlərə, ortaq cəhətlər. Uzanan saitdir, doğrudur. Çünki hər ikisi uzanan saitdir. 4. Qarşılığı olmayan cingiltili samitin olduğu heycadadır. Biz baxırıq ki, dəvətnamədə D var, qarşılığı olan samitdir. Namədə isə N var. Bu A üçün, yəni daha doğrusu A saiti üçün doğrudur, amma Ə saiti üçün yanlışdır. 4 demək burada olmalıydı uşaqlar. Ona görə 4 yanlışdır. 5. Dodaqlanmayan qalın saitdir. A dodaqlanmır, doğrudur. Qalındır, bu da doğrudur. Bunu da götürək və maneəsiz səsdir. Maneəsiz səsdir nə deməkdir uşaqlar? Saitlərə maneəsiz səs deyirlər. 6 hər ikisinə aiddir. Çünki Ə də, A da sait olduğu üçün altını çıxırıq. Cavabımız oldu 2, 3, 5. Bu da oldu C bəndi. Sadəcə olaraq burada bu məsələ ilə mən özüm razılaşmıram. Çünki burada yazılıbdır ki, dodaqlanmayan, düzdür, burada da yazılıb dodaqlanmayan. Əslində bu dodaqlanmayan sözü olsa, bu sual çox dəqiq olardı mənim fikrimcə. Bu mənim şəxsi fikrimdir. Çünki dodaqlanmayan sözünü əslində ortada yazsaydılar daha yaxşı idi. Amma hər bir halda artıq cavabımız C bəndi oldu. Keçək indi ikinci suala. İkinci sualımız da maraqlı sualdır. Nömrələnmiş hansı söz kontekstə uyğun nümunə ilə əvəz edilə bilməz? Kontekst nə idi uşaqlar? Verilmiş mətindir, şeirdir, bu deməkdir. Bizdə bir dənə cümlə verilib. Dünən gözlüyümü götürüb gözümə taxdım, ancaq yenə də kəlməni çətinliklə oxuya bildim. Burada dünən sözünü əvəz ediblər. Baxın, biri əvəz ediblər keçən gün. Baxın, buradadır bir. Keçən gün. Dünən keçən gün ola bilər. Gözlük 2. Eynək ola bilər, tamamilə doğrudur. Götürüb ola bilər 3. Əlimə alıb ola bilər, yəni əvəz edə bilər. Sonra kəlməni söz ilə əvəz etmək tamamilə doğrudur. Çətinliklə oxuya bildim. Burada yazılıb ifa edə bildim. İfa etmək şeir oxuyanda ifa edə bilərsən, mahnı oxuyanda. Amma nəyisə oxuyanda ifa etmək olmur. Yəni burada nəyi oxuyurdu? Kəlməni, sözü oxuyanda ifa etmək demək olmaz. Ona görə Y bəndi burada yanlışdır. Cavabımız oldu Y bəndi. Keçək üçüncü suala. Üçüncü sualımız da yenə asandır. Yalnız leksik mənası olan sözlərdən ibarət cümlədir. Əvvəlcə biz yadımıza salaq. Yalnız leksik mənası olan sözlər hansı sözlərdir uşaqlar? Təbii ki, əsas nitq hissələrdir. Əsas nitq hissələrin bildiyimiz kimi həm leksik, həm də qrammatik mənası olur. Amma köməkçi nitq hissələrinin leksik mənası olmur, yalnız qrammatik mənası olur. İndi biz bir-bir bəndlərə baxmalıyıq ki, orada köməkçi nitq hissəsi olmasın. İndi biz baxaq bəndlərə. A bəndi. Haqq ədalətdən, ədalət də mərhəmətdən yüksəkdir. D burada bağlayıcıdır. A bəndi getdi. Gələcək gənclərin, gənclər isə bağlayıcıdır. Burada getdi. Düşünmədən öyrənmək, vaxt itirmək kimidir. Baxın, bu kimidir sözü gözdən qaçmasın. Bu qoşmadır.
Bir çox uğursuzluqlarla qarşılaşmış olsaq da burada ədatdır. Y bəndi öz işığına güvənən başqasının parlamasından narahat olmaz. Burada görürük ki, heç bir köməkçinin diksiyası yoxdur. Ona görə cavabımız oldu uşaqlar, nə? Y bəndi. Keçək 4-cü suala. 4-cü sualı biz izah etmişdik qısa videoda. Yenə də mən sizə bunu test deyim. Hansı sözdə ki əvəzlənməsi olmadığını dəqiq demək olar. Biz hər bir sözün üzərinə ki qoyaraq tapa bilərik. Mələyə mələk, dəliyə dəlik demək olar. Bələyə bələk sözü var dilimizdə. Küləyə də külək sözü var. Amma dələk sözü yoxdur. Ona görə cavabımız oldu Y bəndi. Keçək 5-ci suala. 5-ci sual da asan sualdır. Söz altında qalmamaq frazeoloji birləşməsinin mənasını müəyyən edin. Söz altında qalmamaq nə deməkdir? Öz sözünü demək. Yəni susub dayanmamaq deməkdir. Burada da uyğun gəlir. Dilə tutmaq olmaz. Kimin nəsə sözünü kəsmək olmaz, yıxılmamaq, söz gəzdirmək olmaz. Deyiləni cavabsız qoymamaqdır. Söz altında qalmaq. Cavabımız oldu B bəndi. Keçək digər suala. Digər sual frazeoloji birləşmələrlə əlaqəlidir. Ümumiyyətlə uşaqlar frazeoloji birləşmələr çox yaxşı dərindən öyrənin ki, çünki bu sözlər, yəni birləşmələr daha doğrusu həm dil qaydaları, qrammatikanın içərisində düşür, həm də mətnlərdə düşür. Hansı frazeoloji birləşmələr bir-birinə əks mənalıdır? İndi biz baxaq. A bənd ayağa qalxmaq, ayağa döşənmək. Ayağa qalxmaqla ayağa döşənmək əks məna ola bilməz. Daha doğrusu bu məsəl üçün ayağa qalxmaq sözü belə düşünsək, düzdür, döşənmək yerə yıxılmaq, ayağa qalxmaq, durmaq mənasında olsa da bu həqiqi mənadır. Yəni ayağa qalxmaq həqiqi mənadır. Başa vurmaq, başına qalxmaq. Başına vurmaq, başına qalxmaq isə sinonimdir. Yəni antonim deyil. D bənd əbədi yuxuya getmək, gözündə yuxu olmamaq. Bu əbədi yuxuya getmək ölməkdir. Gözündə yuxu olmamaq, yuxusu gəlməmək. Yəni ölməklə yuxusu gəlməmək bir-birinə antonim ola bilməz və yola düşmək, yola gəlmək. Yola düşmək getməkdir, yola gəlmək razılaşmaq. Bu da ola bilməz. Bir də var uşaqlar. Ürəyi getmək, zəhləsi getmək. Ürəyi getmək iki cür ola bilər. Bir özündən getmək mənasında ola bilər. Bir də ürəyim gedir. Onun üçün ürəyim gedir. Yaz fəsli üçün ürəyim gedir. Dəniz üçün ürəyim gedir. Yəni çox sevirəm mənasında. Bir də onun əksinə olacaq uşaqlar, zəhləsi getmək. Deməli, cavabımız oldu C bəndi. Keçək digər suala. Digər sualımız da maraqlıdır və həm də asandır. Biraz diqqətli olsaq bu sualların hər birini düzgün yaza bilərsiniz uşaqlar. Cədvələ uyğun olmayan bəndi müəyyən edin. Bizə lazım uyğun olmayan. Amonimliyi olan sözdür. Baxın, bu tərəf birinci xana, ikinci xana isə amonimin mənalarını izah eləyir ki, bu mənalar var. Göyərmək sözü amonimdir. Cücərmək, müəyyən təsir nəticəsində göy rəng almaq. Bu doğrudur. Bir cücərməkdir, bir də göy rəng almaq. İnci, mirvari, bir də incimək, küsmək. Bu da doğrudur. Keçinmək, ölmək, bir də dolanmaq. Bəli, bu da doğrudur. Kürü, bir var balığın kürüsü, bir də var kürümək. Burada da həmin cavablar yazılıb. Bu da doğrudur. Qatır, əlavə etmək, heyvan cinsi. Heyvan cinsi kimi doğrudur uşaqlar. Amma əlavə etmək sözü necə olur uşaqlar? Baxın. Qatır sözünü əgər biz əlavə etmək mənasında yazsaq, onda bu belə olacaq. Qatmaq, qatır. Bu indiki zaman olur və başlanğıc forması qat olur. Biz də bilirik ki, əgər amonimlər götürürüksə, başlanğıc formasına uyğun götürürük. Burada başlanğıc forması qat olduğu üçün bu əlavə etmək yanlış olacaq. Cavabımız oldu 5. 5 də B bəndinin içərisindədir. Cavabımız oldu B bəndi. Keçək digər suala. Digər sual da yenə düzgün yazılışa aiddir. Biz bildiyimiz kimi YouTube postlarımıza hər gün düzgün yazılışa aid suallar paylaşırıq. Orada daxil olub hər gün işləyə bilərsiniz. Cədvəldəki doğru fikirləri müəyyən edin. Bu sözdən demək olar ki, hər birini biz postlarımızda paylaşmışıq. Sonra keçid edib bir-bir işləyə bilərsiniz. Orfoqrafik səhv saitlə bağlıdır. Orfoqrafik səhv saitlə bağlıdır. Yəni düzgün yazılış saitlə bağlıdır. Yəni saiti səhv olana baxacağıq biz burada. Əjdaha yox, əjdaha. Bu daha sözü ilə biz yadımızda saxlayırıq. Biz əjdaha və iştaha sözlərini, baxın uşaqlar, iştaha, əjdaha bu sözlər birlikdə yadımızda saxlayırıq.
Hər ikisində AA-dır. Burada ə yoxdur. Bu sahitlə əlaqəli doğrudur. Əkiz sözü doğru yazılıb. Ona görə bu ilə işimiz yoxdur. 2-ni çıxdıq. Emblem, orfoqrafik səhv samitlə bağlıdır. Baxın, burada yazılıb enblem. Amma bu nə olmalıdır uşaqlar? Emblemi. Samitlə bağlıdır, bu düzdür. Dedektiv sözü də detektiv olmalıdır, t olmalıdır. Yəni ikincisi t olmalıdır. Hər ikisi yanlışdır. Yəni bunları götürüb baxın. Burada 1, 3, 4 götürürük. Üçüncü xana, orfoqrafik səhv yoxdur. Yəni bu sözdə tam düzgün yazılmalıydı. Amma burada yazılıb gərəksiz səhvdir. Çünki nə olmalıdır uşaqlar? Gərəksiz. Həyəcan yox, həyəcan. Hər ikisi səhv olduğu üçün bunları da heç birisini götürmürük. Deməli cavabımız oldu uşaqlar 1, 3, 4. O da oldu B bəndi. Keçək digər suallar. Digər sualımız 9-cu sualdır. Biz YouTube postunda paylaşmışdıq. Çox asan sualdır. Hətta qeyd etmişdik ki, bu blokun ən asan sualıdır. Hansı cümlədə sözün yazılışında səhvə yol verilib? Bizi bir baxsa, döyüşə gedən oğullar sağ qayıtdılar. Bu doğrudur. Küçəyə asfalt döşənmişdi. Bu doğrudur. Hətta biz bunu qısa videoda çəkmişik. Çəmənlikli kəpənəklə hər çiçəyə qonurdu, doğrudur. Qızlar kəhriz başına gəlmişlər, doğrudur. Burada bir dənə səhv olan, onlar bu kənd yox, necə olar uşaqlar? Kənddən. Belə yazılmalıydı. Ona görə cavab oldu D bəndi. Keçək digər 10-cu və sonuncu suala. Hansı nümunədə sözdəki ikincisi samitlərdən biri yazılmasa, yeni leksik mənalı söz formalaşmaz? Bu sualda uşaqlar yenə qısa videomuzda biz paylaşmışdıq. Yenə də tez-tez bu sualın da cavabını deyək. Biz necə etmişdik? Sadəcə samitlərin birisini salırdıq. Məsələn, his var, duyğu, his, lampanın hissi, samit, deməli zirvə toplantısı, bir də var idi samit, sayid. Sonra var idi kassa, bir də var idi sığın atanda kasa. Sonra var idi bəlli, bir də var idi bəli. Və axırda kül cəm mənasındadır. Bir də var kül, odunun külü. Deməli, burada cavab uşaqlar olmalıydı bəli sözü. Bəli sözü də nə idi? Leksik mənası yox idi. Yalnız qrammatik mənası olduğu üçün biz D bəndini götürmüşdük. Bugünkü suallarımız uşaqlar bu qədər. Yenə hər gün digər 10 suallar izah etməyə çalışacağıq. Əgər faydalı oldusa, əgər ardın gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.